Buyurun, probleminiz nədir? Həyata pessimist yanaşıram. Ancaq mənfi düşünürəm. Bilirsiniz, sizin belə psixoloji problemlərinizin yaranması sizin uşaqlığınızla bağlıdır. Uşaqlığınızda aldığınız travmalar, uşaqlığınızda ötürdüyünüz müsbət enerjilərin azlığı bu gün sizin bu həyatınızda gətirib müəyyən psixoloji problemlərə çıxarır. Bu gün sizin simptomlarınızı analiz eləyəndə belə nəticəyə gəlmək olar ki, sizin əsas probleminiz kainata müsbət enerji buraxa bilməməyinizlə əlaqədardır. Biz hal-hazırda bunun üstündə işləməliyik. Amma gələn seanslarda Doktor, borcun nə qədər elədi? 200 manat. Resepsiyona verərsiniz, zəhmət olmasa. Oldu. Salam Zəfər. Aleyküm salam. Psixoloqun yanından gələm. Elə rahatladım, elə rahatladım. Niyə? Bax, mən uşaqlığıma qaytardı. Deyir, kainata müsbət enerji götürməlisən. Nə qədər pul verdin ona? 200 manat. Psixoloqlar yaxşıdır, amma hər bir insan üçün yox. Bax, məsələn, o psixoloq ki var sənə bu şeylər deyir, ha, bunun özünü din, ruhanilər, alimlər, Quran, hədis elə pulsuz deyir də sənə. Məsələn, o ki, müsbət enerji götürmə məsələsi var, o İslam dinində şükürdür. Quranda Allah buyurur ki, nemətlərimə şükür edin ki, sizin artırım. Əslində buradan, bu ayədən bu başa düşülür ki, şükür insanın özünə və mənəvi aləmə, ətrafına müsbət enerji götürməkdir. Amma o çətinliklərə baxış bucağın, baxış tərzin sən o çətinlikləri həll eləməyinə daha çox kömək olacaq. Şükür də İslam dinində budur.